bu yaxınlarda Kəmalə xanım burada Bəli, bizim açıqlama verilişdə verib sənin ki, haqqında açıqlama verdi. toylardan nə bilim, Deyir ki, Seymur məni toylardan vurur. Viral oldu ya həmin söhbət. Ola bilər. Arda arası İndi mən belə kəsilmədi. bir şey deyim. Vallah mən əslində məni tanıyanlar da bilir ki, mən elə bir insan deyiləm. Allah Taala həriyə bir ruzi verir, həriyə bir qazanc. Mən onun toydan nətər yəni vura bilərəm? O şey mənə yaraşmaz da. Mən bəyəm. Mən bir söz deyim sənə. O burada elə danışdı ki, mən dedim ki, %100 Kəmalə xan burada elə danışdı ki, mən dedim %100 əmindir. Buna yəqin ki, ya özü görübdü gözündən, ya eşidibdi. Ağır sözlər Sənətindən danışsın. Yox, ağır söz işlədə bilməz. Yəni o kiminsə başı üçün deyil bu sənətdə ağır bir. Sözlər, belə deyim, sərt söz işlədə bilər. İstifadələdi. Olar. Amma Sərt, başından böyük danışmasın. eyni şeydir. Yox, başından böyük danışmaq olmaz axı. Yəni sənətlə, əgər sənin sənətin varsa, çıx sənətdən danış. Sən kimsə haqqında niyə danışırsan? Kəmalə Günəşinin sənəti yoxdur səncə? Elə düşünürsən. Məncə yox, deyirəm sənətdən danışsın. O xanımdır, mən bəyəm, mənə yaraşmaz ki, durum onun haqqında hansısa bir pis ifadə işlədim burada. Bəs xanımla efirə çıxmamaq səbəbi nədir buna? Bu mənim öz düşüncəmdir. Şəxsi fikrindir. Şəxsən öz Özünə yaraşdırmadın Kəmalə xanımla efirə çıxmağı? Yaraşdırmaq da deyil, mən Kəmalə xanımla çıxıb nə danışacağam? Mən sənətkarlarla çıxaram. Aha. Hə. Ancaq elə. Tanıdığım adamlarla çıxaram. Bir Renka xanımı tanıyıram, məsələn, çıxaram onunla səmimi söhbət Namazova eləyərəm. sənətkardırmı sənin fikrincə? Onunla efirə çıxırsan. Ülviyə xanım Namazova buradan da salamlayırıq. İndi tam Ülviyə xanım belə deyim. Kəmalə xanımdan qat-qat üstün oxuyur. Ülviyə xanımı